Abşeronda tükürpədici qətl hadisəsi baş verib. Hadisə Fatmai kəndində qeydə alınıb. Belə ki, Mehdəbad qəsəbə sakini olan İftixar Həşimov Fatmai kəndinə, Fatmai bələdiyyəsinin qarşısına gələrək iddiaya görə Fatmai kənd sakinləri ilə məhz dayandığım bu ünvanda mübahisə edib. Mübahisə zamanı İftixar Həşimova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetiriblər. Hadisənin təfərrüatları isə istənilən halda sarsıntı yaradır. İlkin məlumata görə hadisə Fatmai bələdiyyəsinin qarşısında baş verib. İftixar Həşimov oğlu ilə birlikdə kəndə gələrək burada yaşayan bir neçə şəxslə mübahisə edib. Mübahisə zamanı qarşılıqlı söyüş və təhqirlər baş verib. Gərginliyin pik nöqtəyə çatdığı anlardan birində kənd sakinlərdən biri Kənan Məmmədov İftixar Həşimova 6 bıçaq zərbəsini endirdiyi iddia olunur. Aldığı ağır xəsarətlərdən o hadisə yerində həyatını itirib. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılıb və istintaq araşdırmaları davam etdirilir. Hadisənin motivləri və arxasında dayanan səbəblərlə bağlı araşdırma aparılır. Əldə olunan ilkin məlumatlara əsasən tərəflər arasında köhnə ədabətin olduğu da istisna edilmir. Məlumat üçün bildirim ki, qətlə ilkin səbəb kimi Fatmai kənd sakinləri ilə İftixar Həşimovun aralarında bir müddət ki ədavət olub. Kənd sakinlərinin verdiyi məlumata görə İftixar Həşimovun evladı da ötən il avtomobil qəzasında dünyasını dəyişib. Məlumat üçün bildirək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov da ötən il avtomobil qəzasında dünyasını dəyişib. Nizami Rəsulov xüsusi olaraq Dinastiv üçün.